Sual verən soruşur ki, İmam Hüseyni yas saxlayacaqsınız. İmam Hüseyin radiyallahu anh, Allah ona razı olsun. Biz onu çox istəyirik. O bizim sahabələr içərisində sevdiyimiz Əhl-i Beytdə olan böyük sahabədir radiyallahu anh. Allah razı olsun. Allah onu qorusun. Allah onu rəhmət eləsin. Radiyallahu anh. Biz onun babasına yas saxlamırıq Peyğəmbər s.ə.və. Əgər yas saxlamaq lazımdırsa, birinci babadan başlamaq lazımdır. Çünki Peyğəmbər s.ə.və təbii ki, sizə də görə, bizə də görə ən üstündür və onun ölümü ən fəlakətlidir. Yəni ən pisdir. Ona görə Peyğəmbər s.ə.və deyir ki, kim başına müsibət gəlsə, mənə ölümümü xatırlasın. Yəni ondan o tərəfəsi müsibət yoxdur ona görə. Bilsin ki, mən də ölmüşəm. Ona görə biz Peyğəmbər ölüm günü qeyd eləmirik. Və ümumiyyətlə bizdə bu günlər qeydi yoxdur. Bizdə namazın vaxtları var, dində olan ayinlər var, hansı ki, onları yerinə yetirir, bəsdir. Hüseyin radiyallahu anh çok istəyirik, tabi oluruq ona, onun dediklərini. Yəni, yas saxlamamaq o demək deyil ki, sən İmam Hüseyni istəmirsən. Uhud döyüşündə 70 dənə sahabə şəhid edildi. Həmzə radiyallahu anh cigərini çıxartdı. Gələ onda hamısı saxlasın. Eləməyib, bax, Allah Rasulü eləməyib onlar üçün. Onlar üçün yas saxlamayıb deyək. Allah bilmirlər, elhamdülillah, biz yas saxlamırıq. O demək ki, sevmirik, sadəcə yas saxlamırıq, elhamdülillah. Cənnətlə müjdələmiş insanlar. Yas saxlayan deyişmək.